إن الله وملائكته يصلون على النبي. Salam. Soruşurlar ki, nə üçün peyğəmbərlər həyatlarının ən ağır sınaqlarında belə daxili rahatlıqlarını itirmirdilər və həmişə özlərini xoşbəxt sayırdılar? Burada bir neçə amil var. Birinci, onlar nə üçün yaşadıqlarını bilirdilər. Yəni həyatın mənasını bilirdilər. Adi insan çətinliklə qarşılaşanda soruşur: niyə mən? Bu çətinliyin mənası nədir? Amma peyğəmbər isə bilirdi ki, hər sınağın bir hikməti, bir məqsədi və bir mənası var. İnsan həyatın mənasını dərk etdikdə həmin əziyyət onu sındırmır. Əksinə yetişdirir, dərinləşdirir və kamilləşdirir. 2. Peyğəmbərlərin sevinci, rahatlığı, xoşbəxtliyi xaricdən deyil, daxildən gəlirdi. Peyğəmbərimiz ən çətin günlərində belə namazın vaxtı gələndə Bilala deyərdi: ey Bilal, azan səsi ilə bizi rahatlaşdır. Diqqət edin, o həzrət rahatlığı, xoşbəxtliyi şəraitdə yox, Allahla rabitədə axtarırdı. Şərait dəyişməmişdi, amma qəlbində tükənməyən bir rahatlıq mənbəyi var idi. 3. Onlar öz varlıqlarını dünya ilə eyniləşdirmirdilər. Biz çox vaxt belə düşünürük: pulumu itirdim, məqamımı itirdim, sağlamlığımı itirdim. Deməli, xoşbəxtliyimi və rahatlığımı da itirdim. Amma peyğəmbərlər isə öz dəyərlərini heç vaxt belə şeylərlə ölçmürdülər. Nə var dövlətə, nə şöhrətə, nə də canlarına bağlı deyildilər. Məsələn, baxırıq, Həzrəti İbrahim peyğəmbər oda atılarkən Mələk Cəbrail ona dedi: ey İbrahim, məndən bir istəyin varmı? İbrahim dedi: səndən heç bir istəyim yoxdur. Bəli, həqiqətən də bu Allahdan başqasına bağlı olmayan azad ruhun sözüdür. 4. Peyğəmbərlərin xoşbəxtliyi Allahın razılığında idi. Allah buyurur: ey aram tapmış nəfs, Rəbbinə qayıt. Sən ondan, o da səndən razı olduğun halda. Burada söhbət şəraitdən razı olmaqdan getmir. Söhbət Allahla olan münasibətdən razı olmaqdan gedir. Bu isə həqiqi xoşbəxtliyin zirvəsidir. Bəs biz bu halı necə əldə edə bilərik? 1. Əvvəlcə özümüzü tanıyaq. Məsələn, özümüzdən soruşaq: mən nəyə həddindən artıq bağlıyam? Hansı şeyi itirsəm, bütün həyatım dağlar? Əxlaq ustadları buyurur: nəfsi tanımadan onu islah etmək mümkün deyil. 2. Həyatımızın mənasını tapaq. Özümüzdən soruşaq: mən nə üçün yaşayıram? Əgər insan yalnız dünya üçün yaşayırsa, dünya dəyişəndə özü də sarsılacaq. İş burasındadır ki, dəyişkənlik dünyanın əsas xüsusiyyətidir. Amma məqsədi Allaha yaxınlaşmaq və insanlara faydalı olmaqdırsa, onun həyatı dəyişməz bir məna qazanacaq. 3. Qəlbimizi yalnız Allaha bağlayaq. Quran-ı Kərim buyurur: لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللّٰهِ لَفَسَدَتَا. Əgər göylərdə və yerdə Allahdan başqa ilahlar olsaydı, onların nizamı pozulardı. Bu ayənin təkcə kainata deyil, insanın qəlbinə də bir mesajı var. Yəni, qəlbdə çoxlu ilah olduqda, məsələn, pul, şöhrət, insanların rəyi, vəzifə və s. olduqda insanın daxilində qarışıqlıq və nizamsızlıq yaranır. Qəlb yalnız Allaha bağlandıqda isə daxildə birlik, aramlıq, rahatlıq və sabitlik yaranır. 4. Sınaqlara baxışımızı dəyişək.
əxlaq ustadları deyirlər, kamil insan sınağa bəla kimi yox, ilahi lütf kimi baxır. Çünki hər sınaq onu Allaha bir addım daha yaxınlaşdırır. Bu, hadisələri inkar etmək deyil. Bu, hər hadisənin arxasında ilahi hikmət olduğuna inanmaqdır. Deməli, Peyğəmbərlərin xoşbəxtliyi rahat, dinc həyat yaşamalarında deyildi. Peyğəmbərlərin xoşbəxtliyi məna sahibi olmaqlarında, Allaha bağlı yaşamaqlarında, daxili azadlıqlarında və Allahın razılığını hər şeydən üstün tutmalarında idi. İnsan da qəlbini dəyişən dünyaya yox, dəyişməyən Allaha bağladıqda heç bir çətinlik onun daxili rahatlığını və dincliyini onun əlindən ala bilməz.